Kursivlə verilmiş hissə ilə bağlı doğru fikirləri müəyyən edin. Təhsillə bağlı qüsurlu fikirlərin olduğu əks edilir. Əvvəlcə kursivlə verilmiş hissəyə nəzər salırıq. Bir qism köhnə fikirli adamlar narıncın yaxşı öyrətdiyinə, uşaqların yaxşı gələcəyinə inanırdı. Mollanın sözləri də köhnə fikirli adamların mövqeyini gücləndirirdi. Qız uşağına yazı yazmaq nəyə lazımdır deyirdi. Söz-söhbət İsrafilin qulağına çatır. Bazarda ona birtəhər baxmağa başlayırdılar. İsrafil əvvəlcə bunlara əhəmiyyət vermədi, sonra isə narahat oldu. Deməli, birinci fikrimizdə deyir ki, təhsillə bağlı qüsurlu fikirlər var. Bəli, biz burada görürük ki, köhnə fikirli adamlar var idi və onların tərəfdarları. Problemin həlli yolları göstərilir. Bu yanlış fikirdir. Müəyyən olunur ki, həmin dövrdə yeni fikirli adamlar olmayıb. Bu da yanlışdır. Yəni bu abzasdan elə bir fikir çıxmır ki, o dövrdə yeni fikirli adamlar yox idi və yaxud da problemin həlli yolu məhz bu abzasda göstərilmir. Burada sadəcə biz problemi görürük. İmkanlı adamların övladlarına yaxşı təhsil verməməsi göstərilir. Mətndə burada imkanlı adamların adı ümumiyyətlə çəkilmir. Köhnə düşüncənin tərəfdarlarının da çox olduğu müşahidə edilir. Bəli, elə burada yazıb ki, köhnə fikirli adamlar narıncın yaxşı öyrətdiyinə və uşaqlarının yaxşı gələcəyinə inanırdılar və inanaraq da orada davam edirdilər. Cavabımız olacaq 1 və 5.